Ay millət, baxın görün bu ölkəni kimlər idarə eləyir? Polisin yeni şəlpəliyini araşdırmışam. Necə? Yaxın əyləşin. Daxili quldurlar, üzr istəyirəm. Daxili İşlər Naziri Vilayət Eyvazovun boynu eşək boydadır. Amma təəssüf ki, başının içindəki olan beyni çox balacadır. Bax bu boyda olar. Yox, bu boyda yox. Hardasa bu boyda olar. Balaca, xırda. Daxili İşlər Nazirliyi hansı şəlpəliyə əl atıb? İzah edirəm. Bildiyiniz kimi Azərbaycanda polisin əsl sifətini ortaya çıxardan ancaq mənəm, Mehman Hüseynov. Polis harda rüşvət götürdü, polis harda qeyri-qanuni hərəkətlər elədi, polis harda cəmaata tələ qurdu, bu haqda araşdırıram, ifşa edib ortaya çıxardıram. Mənə dəfələrlə Nazir Vilayət Eyvazov və onun müavinləri idarəyə çağırıb demişdilər ki, ay Mehman, polis haqda danışma, polis haqda susmalısan, bəsdir cəmaata həqiqətləri göstərdin. Mən isə susmadım, danışdım. İndi də Vilayət Eyvazov yeni bir taktikaya keçib. Necə? Ölkədə süni xof yaratmaqla. Daxili İşlər Nazirliyi nə edib? Saxta səhifələr yaradıb və ortaya bir hekayə çıxardıblar ki, güya Mehman Hüseynova video çəkib göndərənləri şərləyib həbs eləyiblər. Bu yalandır, bu saxta informasiyadır. Aydındır? Belə bir şey yoxdur. Çünki videoların 95%'ni Mehman özü çəkir. Çəkir, ictimailəşdirir və deyir ki, ay polis, bəsdir rüşvət aldın, bəsdir cəmaata tələ qurdun. İndi də Vilayət Eyvazov görür ki, Mehman Hüseynov susmur və başlayıb saxta polis nəzarətində olan səhifələr vasitəsilə hekayələr uydurmağa ki, Mehmana video çəkib göndərməyin ha. Tutarıq, şərləyərik, xof yaradırlar, xof. Aydındır, süni şəkildə cəmaatı qorxudurlar. Amma bu işə yaramır. Mehman Hüseynov susmayacaq. Mehman Hüseynov polisin qeyri-qanuni əməllərini yenə də çəkəcək və ortaya çıxardacaq, ay Vilayət Eyvazov. Odur ki, əziz dostlar, heç kim, mənə video göndərənlər, heç kim şərlənərək həbs olunmayıb. Elə bir şey yoxdur. Bu informasiyalara inanmayın. Bu Vilayət Eyvazov süni xof yaratmaq istəyir ölkədə ki, cəmaat polisin qeyri-qanuni hərəkətlərini çəkməsin.